Deməli, əziz müəllimlər, növbəti nəzəriyyəmiz operant şərtləndirmə nəzəriyyəsidir. Operant şərtləndirmə nəzəriyyəsində biz şagirdlərin arzu olunan davranışlarını gücləndirmək üçün necə davranmalıyıq və yaxud da arzu olunmayan davranışlarını azaltmaq üçün necə davranmalıyıq, bu nəzəriyyəyə əsasən o haqda danışacağız. Skinner'in operant şərtləndirmə nəzəriyyəsində arzu olunan davranışı gücləndirmək üçün mükafatlandırma, stimullaşdırma hissəsində, mükafatlandırma, stimullaşdırmaya görə arzu olunan davranışı gücləndirmək üçün nə isə əlavə edirik. Bu pozitiv gücləndiricidir. Nə arzu olunan davranışı gücləndirmək üçün nə isə çıxırıqsa, nə isə güzəşt ediriksə, bu da neqativ gücləndiricidir. Ümumiyyətlə müəllimlər, burada pozitiv, neqativ deyəndə mənfi, müsbət anlamında deyil. Arzu olunan davranışı gücləndirmək üçün biz bunu üstəgələ işarəsindən yadımızda saxlayırıq. Yəni, mükafatlandırma, stimullaşdırma eyni anlamdadır. Yəni, biz arzu olunan davranışı gücləndirmək üçün bu stimullaşdırmadan, mükafatlandırmadan pozitiv gücləndiricilərdən istifadə edirik və neqativ gücləndiricilərdən istifadə edirik. İndi bu biraz sizə qarışıq gələ bilər, amma tam şəkildə aydın olacaq, narahat olmayın. Pozitiv gücləndirici dedikdə bunu üstəgələkdən yadınızda saxlayırsınız. Yəni, arzu olunan davranışı gücləndirmək üçün nə isə üstə gəlirik, nə isə əlavə edirik. Neqativ gücləndirici isə arzu olunan davranışı gücləndirmək üçün nə isə çıxırıq. Bunu da çıxma işarəsindən yadda saxlayırıq. Pozitiv üstə gəlirik, neqativ çıxırıq. Bu nə deməkdir? Hər ikisi gücləndiricilər. Ümumiyyətlə, yadımızda saxlayırıq ki, gücləndiricilər nə üçündür? Arzu olunan davranışın davamı gəlsin. Arzu olunan davranışı gücləndirmək üçündür. Yəni, arzu olunan da hər ikisi, istər pozitiv gücləndirici, istər neqativ gücləndirici, hər ikisi müsbət davranışın, yaxşı davranışın, arzu olunan davranışın davamı olması üçündür. İndi bunlara ayrı-ayrılıqda detallı şəkildə baxaq. Dedik ki, pozitiv gücləndirici nədir? Arzu olunan davranışı gücləndirmək üçün nə isə əlavə edilməsidir. Əlavə edirik deyə, ona görə üstəgəl yadımızda saxladıq. Məsələn, bunu necə yadımızda saxlayaq? Necə mənimsəyək daha doğrusu? Məsələn, şagird deyək ki, tapşırıqlarını yaxşı bir şəkildə eləyibdir, yaxşı, aktiv şəkildə iştirak eləyir dərslərdə. Biz bunun üçün şagirdə hər hansı bir təltifnamə veririk. Biz müsbət arzu olunan davranışı gücləndirmək üçün nə isə əlavə etdikmi? O təltifnaməni əlavə etdik, düzdürmü? Yəni, arzu olunan davranışı gücləndirmək üçün nəsə əlavə etmiş olduq. Və yaxud da, deyək ki, məsələn, şagird yaxşı davranış sərgilədiyinə görə biz valideyninə xoş məzmunlu məktub yazırıq. Arzu olunan davranışı gücləndirmək üçün, arzu olunan davranışın davamı olması üçün nə edirik? Məktub verdik. Bu da əlavə olunmadı. Yəni, bu da üstə gəlmədi. Arzu olunan davranışı gücləndirmək üçün nə isə əlavə edilməsi deməkdir. Və yaxud da, dedik ki, il boyu akademik nəticələri yüksək olan şagirdə sertifikat verdik. Yenə də arzu olunan davranışdır. İstəyirik bu arzu olunan davranış davamlı olsun. Bunun üçün pozitiv gücləndiricidən istifadə elədik. Nə isə əlavə elədik. Yəni, sertifikat verdik. Nə isə əlavə etmiş olduq. Neqativ gücləndirici nədir? Yenə də təkrar edirəm ki, gücləndiricilər, istər pozitiv, istər neqativ gücləndirici, hər ikisi arzu olunan davranışın davamı olması üçündür. Arzu olunan davranışı gücləndirmək üçündür. Sadəcə olaraq pozitivdə nəsə əlavə olunursa, neqativdə nəsə çıxılır. Neqativ gücləndirici arzu olunan davranışı gücləndirmək üçün nəsə güzəştə gedilir, çıxılır. Məsələn, tapşırıqları vaxtında yerinə yetirən şagirdi əlavə tapşırıqlardan azad etdik. Biz tapşırıqları vaxtında yerinə yetirmək arzu olunan davranışdırmı? Bəli. Biz bu arzu olunan davranışın davamlı olması üçün nə isə çıxdıqmı? Bəli, çıxdıq. Əlavə tapşırıqlardan azad etdik. Çıxdıq.
Və yaxud da müəllimlər, il boyu, il ərzində akademik nailiyyətləri yüksək olan şagirdi biz yay tapşırıqlarından azad etdik. Yenə də akademik nəticələri yüksəkdir, akademik nailiyyətləri yüksəkdir. Biz bu arzu olunan davranışı gücləndirmək üçün nəsə çıxdıqmı? Bəli, çıxdıq. Yay tapşırıqlarının azad olunmasını çıxdıq. Pozitiv gücləndirici və negativ gücləndirici aydındırmı müəllimlər? Burada nəsə qaranlıq qaldımı? Xeyr müəllim. Digər müəllimlər, hər kəsə aydın oldu. Aydındır. Aha, əla. Yəni hər ikisində müsbətə doğru da, mənfiyə doğru deyil. Bəli, gücləndiricilər hər ikisi arzu olunan davranışın davamlı olması üçündür. Gücləndirici budur. İstər pozitiv gücləndirici olsun, istər negativ gücləndirici. Hər ikisi arzu olunan davranış üçündür. Sadəcə olaraq pozitiv gücləndirici arzu olunan davranışı gücləndirmək üçün nə isə əlavə elədik, üstünə gəldik. Məsələn, sertifikat verdik. Negativ gücləndirici isə nə isə çıxdıq. Məsələn, əlavə tapşırıqdan azad etdik. İndi isə gəlirik cəzalanmaya. Əziz müəllimlər, cəzalanma deyəndə burada fiziki, mənəvi zorakılıqdan getmir söhbət. Burada mədəni cəzalanmadan gedir söhbət. Yəni, baxaq indi nədir? Pozitiv cəzalandırma nədir? Negativ cəzalandırma nədir? Yenə də eyni qaydada müəllimlər. Necə ki, bu gücləndiricilərdə dedik, üstə gəl, çıxma. Eyni ilə də cəzalanmada da bunu yadda saxlayırıq. Üstə gələ işarəsi və çıxma işarəsi. Burada da bu cür yadımızda saxlayırıq. Yəni, pozitiv cəzalandırmada biz arzu olunmayan, burada artıq cəzalanma varsa, demək ki, arzu olunmayan davranış. Arzu olunmayan davranışı azaltmaq üçün neysə əlavə elədik, üstə gəldik. Yəni, yükünü artırdıq. Amma negativ cəzalandırma isə arzu olunmayan davranışı azaltmaq üçün nəsə çıxdıq. İndi baxaq görək bu çoxaltma çıxma nə deməkdir? Məsələn, pozitiv cəzalandırma. Yəni, pozitiv cəzalandırma nəsə yükünü artırır. Məsələn, deyək ki, müəllimlər, sürücü yol hərəkət qaydalarını pozur. Sürücü yol hərəkət qaydalarını pozduğuna görə 50 manat cərimə olunur. Onun hərəkəti qaydaları pozmağı arzu olunmayan davranış idimi? Bəli. Arzu olunmayan davranışı azaltmaq üçün 50 manat cərimə olundu. Yəni, yükü artdı, pozitiv, üstünə gəldi, pozitiv cəzalandırma. Üstünə gəldik. Yükünü artırdıq. Məsələn, bunu sinifdə necə bilək ki, pozitiv cəzalandırmadır? Məsələn, ev tapşırıqlarını yerinə yetirməyibdi. Tənəffüsdə müəllim dedi ki, əlavə tapşırıqlar eləyəcəksən. Yəni, necə oldu? Ev tapşırığını vaxtında təhvil vermədiyinə görə sinifdə saxlayıb başqa həmin o tapşırıqları da etdirdi və yaxud əlavə tapşırıqlar da etdirdi. Bu pozitiv cəzalandırmadır. Yəni, yükünü artırdı, üstünə gəldi. Və yaxud da sinifdə davranış pozuntusu sərgiləyən şagird dərsdən sonra doğru davranışın nə üçün vacib olduğu üçün müzakirə təşkil elədi. Yəni, nədir? Dərsdən sonra onu saxladı, yükünü artırdı mı? Üstünə gəldi mi yükün üstünə yük? Çünki nə qədər orada dərsdən sonra uşaqlar çıxıb gedibdi, amma onu saxlayıb uzun-uzadı müzakirələr təşkil olunub. Cəzadır mı? Bəli. Pozitiv cəzalanmadı. Bəli. Niyə pozitiv? Çünki üstünə gəldik. Və yaxud da sinif qaydalarına əməl etmədiyi halda şagirddə tənəffüsdə dedi ki, qaydaları oxu. Yəni, qaydaları oxu, öyrən. Bu da yükünü artırmaqdır. Bu da üstünə gəlməkdir. Bəli. Ona görə nə oldu? Pozitiv cəzalandırma. Pozitiv cəzalandırma arzu olunmayan davranışı azaltmaq üçündür. Biz bu arzu olunmayan davranış göstərib də, arzu olunmayan davranış sərgilədiyinə görə pozitiv cəzalandırmadan operant şərtləndirmə nəzəriyyəsinə görə pozitiv cəzalandırmadan artıq o davranışını azaldırıq. Şagird gələn dəfə ev tapşırığını eləyib gələcək ki, yoxsa yüküm ağır olacaq. Müəllim biraz da əlavə eləmiş olacaq. Negativ cəzalandırma isə dedik nədir? Arzu olunmayan davranışı azaltmaq üçün nə isə güzəştə gedilməsi, çıxılmasıdır. Məsələn, dedik ki, yol hərəkət qaydalarını pozan sürücü haqqında danışdıq. Məsələn, negativ cəzalandırma eləmiş olsa, yol hərəkət qaydalarını pozubdur. Məsələn, sürücülük hüququndan məhrum elədi. Məsələn, nəsə çıxıldı mı? Çıxıldı.
Nə oldu? Negativ cəzalandırma oldu. Niyə oldu? Çünki arzu olunmayan davranışı azaltmaq üçün, yəni arzu olunmayan davranış sərgiləmişdi ona görə. Məsələn, bunu sinifdə necə görə bilərik? Məsələn, sinif qaydalarına əməl etmədiyi üçün şagirdi tənəffüsə çıxmaqdan məhrum edirik. Yəni sinif qaydalarına əməl eləməyibdi. Biz onu tənəffüsdən məhrum elədik, tənəffüsə çıxdıq ondan, çıxdıq. Negativ cəzalandırma oldu, bəli. Və yaxud da deyək ki, şagird mənfi davranış sərgiləyibdi. Məsələn, onu ekskursiyaya getməkdən məhrum elədik. Ekskursiyadan saxlamaqdan nəyisə çıxmış olduqmu? Olduq. Niyə çıxdığını arzu olunmayan davranış sərgiləmişdi və arzu olunmayan davranışı azaltmaq üçün bunu çıxdıq. Cəzalandırma hissəsi aydın oldu müəllimlər? Bəli, aydın. Bir də baxaq müəllimlər. Gücləndiricilər nə üçün tətbiq olunurdu operant şərtləndirmə nəzəriyyəsinə görə? Gücləndiricilər. Kim deyər müəllimlər? Dedik ki, gücləndiricilər Məsuliyyətlə yerinə yetirmək. arzu olunan davranışı gücləndirmək üçün idi, düzdürmü? Gücləndiricilər. Arzu olunan davranış üçün idi ki, davamlı olsun. Arzu olunan davranışı gücləndirmək üçündür. Cəzalandırma isə adından göründüyü kimi arzu olunmayan davranışı azaltmaq üçündür. Gücləndiricilərdə də, cəzalandırmada da pozitiv, negativ var. Pozitiv nə isə əlavə olunmasıdır, negativ isə nə isə çıxılması deməkdir. Bir də təkrar edirəm əziz müəllimlər. Deməli, pozitiv gücləndirici arzu olunan davranışı gücləndirmək üçün nə isə əlavə edilməsidir. Negativ gücləndirici arzu olunan davranışı gücləndirmək üçün nə isə çıxılması deməkdir. Cəzalandırma isə arzu olunmayan davranışları azaltmaq üçündür. Pozitiv cəzalandırma arzu olunmayan davranışı azaltmaq üçün nə isə əlavə edilməsidir. Negativ cəzalandırma isə arzu olunmayan davranışı azaltmaq üçün nə isə çıxılması deməkdir. Belə müəllimlər, operant şərtləndirmə nəzəriyyəmizdə bu qədər. Keçək növbəti nəzəriyyəmizə.